Həmçinin 54-cü deməli, dəyərli qardaşların sünnə əməllərdən evə daxil olduqda salam ilə daxil olmaq. Bax, bu günləri biz evlatlarımızı öyrətməliyik. Həm özümüz, həm də evlatlarımız. Evə girdiyimiz zaman, Esselamu Aleyküm. Evə girdiyimiz zaman, Salamu Aleyküm və Rahmetullah. Baxın, görün hədislərdən alıyor Peyğəmbər s.ə.v. Evə daxil olduqda ev əhlini deyil salamlayın. Çıxdığınız zaman da ev əhlini salamlayaraq onlar vidalaşır. Başqa bir rəvayətdə gəlir ki, 3 nəfər vardır ki, onlar Allahın himayəsindədir. Yaşasa ehtiyacı ödənlər. Ölsə cənnətə girərdir. Kim bir öz ev əhlinə salam ilə daxil olarsa onların yanına. Ev əhlinin yanına salam ilə daxil olarsa. Və gəlir ki, Rasulullah s.ə.v. buyurur ki, ey oğlum, ev əhlinin yanına daxil olduqda onları salamlar, onlara və əhl-i beytinə bərəkət hasıl olsun deyir. Onlara və həmçinin əhl-i beytinə bərəkət hasıl olsun. Subhanallah. Buna görə də evdə evlatlarımızı öyrətməliyik. Evə girdiyiniz zaman balam, salam aleykum deyirəm. Evdən çıxdığın zaman salam aleykum. Kiməsə qəribə gəlsə də, yəni onun bizi adəti yoxdur. Salamla girmək və salamla çıxmaq Allah Rasulunun sünnətidir ki, bu günləri çox müsəlmanlar tətbiq edir. Görürsən, evdə elə qapını sındıra-sındıra girir, sındıra-sındıra da çıxır.